Deməli, bizim zəhmətkeş bu qardaşımız yenə də öz fəaliyyətinə davam edib, insanların fikirlərini qarışdırır və bu dəfə də belə bir poster hazırlayıb və məni mərhum Hacı Şahin Həsənli ilə yan-yana qoyub belə bir şey təqdim edir və insanlar da görürsün ki, fikirlərini qarışdırıb. Əvvəlcə əzizlərim sizə bir şey oxumaq istəyirəm. Deməli, Ricalul Keşşi kitabında Yunus ibn Əbdürrəhman ki, tanınmış, etibarlı bir şəxs olub. Məclislərin birində bir nəfər ondan soruşdu ki, ay Əba Məhəmməd, hədis məsələsində niyə bu qədər sərtsən? Əshabımızın danışdığı hədisləri niyə bu qədər çox rədd edirsən? Səni bu rəvayətləri rədd etməyə vadar edən səbəb nədir? Yunus cavab verdi. Hişam ibn Həkəm, hansı ki İmam Sadiq əleyhissalamın tanınmış, etibarlı adamlarından olub, mənə danışdı ki, o İmam Sadiqin belə dediyini eşidib. Bizim adımızdan deyilən hədisləri dərhal qəbul etməyin. Yalnız Qur'an və sünnəyə uyğun gələnləri, yaxud əvvəlki hədislərimiz arasında buna şahid tapdıqlarınız müstəsnadır. Çünki Muğirə ibn Səid ki, Allah ona lənət etsin, atamın, əshabının kitablarına, atamın heç danışmadığı yalan hədislər qatıb. Buna görə də Allahdan qorxun, uca Rəbbinizin sözünə və Peyğəmbərimiz Məhəmmədin sallallahu aleyhi və səlləm sünnəsinə zidd olan sözləri bizim adımızdan qəbul etməyin. Çünki biz bir hədis danışanda uca Allah buyurub və Allahın Rəsulu buyurub deyirik. Yunus sözünə davam edir. Deyir ki, mən İraqa gəldim və orada İmam Baqirin əshabından olan bir qrup gördüm. İmam Sadiqin əshabından da çoxlu sayda adam gördüm. İndi çox maraqlıdır, nə üçün İraqda İmam Baqirçilər olub, İmam Sadiqçilər olub, bu ayrı bir məsələdir. Yunus deyir ki, onlardan hədis eşitdim və kitablarını götürdüm. Sonra onları Əbülhəsən Rıza əleyhissalama təqdim etdim. Yəni hədis kitabları götürür, gedir İmam Rıza əleyhissalam ki, sağ olur, onun yanına həmin kitabları təqdim edir həzrətə. O, həmin hədislərin bir çoxunu inkar edərək onların İmam Sadiqə aid olmadığını bildirdi və mənə belə dedi. Həqiqətən Əbülxəttab İmam Sadiqə qarşı yalan uydurmuşdur. Allah Əbülxəttaba lənət etsin. Eləcə də Əbülxəttabın tərəfdarları bu günümüzə qədər İmam Sadiqin əshabının kitablarına belə uydurma hədislər qatırlar. Buna görə də Qur'anla ziddiyyət təşkil edən sözləri bizim adımızdan qəbul etməyin. Çünki biz danışdığımız zaman yalnız Qur'an və sünnəyə uyğun danışırıq. Həqiqətən biz Allahdan və onun rəsulundan nəql edirik. Filan kəs və filan kəs belə dedi deyərək sözümüzü bir-biri ilə ziddiyyətə salmırıq. Çünki sonuncumuzun sözü birincimizin sözü kimidir. Birincimizin sözü də sonuncumuzun sözünün təsdiqidir. Əgər yanınıza sizə bundan başqa bir şey danışan biri gəlsə, onu özünə qaytarın və deyin. Sən özün daha yaxşı bilərsən və gətirdiyin şey də sənə aiddir, yəni sənin olsun. Hansı sözün ki, nə həqiqəti, nə də üzərində nuru yoxdur, o şeytanın sözüdür. Yenə də həmin kitabda, həmin isnadla Yunusdan, o da Hişam ibn Həkəmdən belə nəql edib ki, İmam Sadiq əleyhissalamın belə dediyini eşidib. Muğirə ibn Səid qəsdən atama qarşı yalan uydurur və onun əshabının kitablarını ələ keçirirdi. Muğirənin gizli fəaliyyət göstərən tərəfdarları atamın əshabından kitablar alıb Muğirəyə verirdilər. O da həmin kitablara küfür və zındıqlıq, yəni dindən kənar batil inanclar qatır, sonra da bunları atama aid edirdi. Daha sonra həmin kitabları öz tərəfdarlarına verərək onlara bu sözləri, yəni uydurduğu kəlamları şiələrin arasında yaymağı əmr edirdi. Buna görə də atamın əshabının kitablarında guluv, diqqət edin, həddi aşmaqla bağlı nə varsa onların hamısı Muğirə ibn Səidin həmin kitablara qatdığı şeylərdir. İndi bizim meyarımız nə oldu? İmam nə deyir? Yəni gərək imamlardan da bizə nəql olunan şeylər Quran və Peyğəmbərimizin sünnəsi ilə üst-üstə gəlsin. Bu heç. Əzizlərim, Maidə surəsinin 8-ci ayəsində belə oxuyuruq. Hər hansı bir qrupa qarşı kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun, çünki bu təqvalığa daha yaxındır. Allahdan qorxun, həqiqətən Allah etdiklərinizdən xəbərdardır. Mənim əzizlərim, siz fikir vermisinizmi ki, mən hər sözümü necə istinad etməyə çalışıram? Bir söz deyirəm, dəlilini də deyirəm. Hər zaman da demişəm, hər zaman ixtiyarınız çatır. Mənə deyəsiz ki, Fərid, bunu hardan deyirsən? Niyə belə edirəm əzizlərim? Gənc nəsilə örnek olsun. Əziz gənclər, sizin haqqınız var. Hər zaman bir xətib, məddah ya hər kim görsəniz ki, qəribə, xurafat, həqiqətdən uzaq şeylər danışır, dərhal qalxın və deyin ki, nə istinad edirsən? Qoy sizdən çəkinsinlər, qoy həqiqətdən kənar, yuxu, fantaziya və mənə elə gəlir, yaxud 5 kilometr o yandan mətləbə girməsinlər. Çəkinsinlər sizdən ki, mən bugün bunu danışsam, məndən sənət tələb edəcəklər.
edərdilər. Desələr, filan alim deyir, din lap yaxşı. Niyə istinad edir? Deyəcəklər ki, filan alim deyir, din başımız üstə yeri var. Amma niyə istinad edir? İkincisi, görürsünüzmü ki, Əhl-i Beyt imamlarının adlarından nə qədər hədislər uydurulub və İmam Rıza əleyhissalam onların çoxunu inkar edib ki, İmam Sadiq belə söz deməyib. Bizim danışdığımız Qurana və Peyğəmbərin sünnəsinə uyğundur. Quran və səhih sünnəyə uyğun olmayan bir şey isə onun özünə bıraxın. Üçüncüsü, imamın demədiklərini ona nisbət verənlər, mən ki, heç kiməm, mənim və başqalarının da demədiyi sözləri bizə nisbət verirlər. Sadəlöv insanları aldadaraq özlərinə xalq qazanırlar. Ona görə də mənim adımdan belə şeylər gördükdə bir soruşun. Harda deyib bunu? Deyəcəklər ki, sözündən elə çıxır da. Yo, onu sən çıxarırsan. Harada deyib elə sözü? Mənə fakt göstər. Yoxsa mənim əzizlərim, bax, boynunuza haqq yükləmiş olacaqsınız. Dördüncüsü, mən yeganə adamlardanam ki, Şiə ilə Vəhabi arasında vəhdət yaratmışam. Yəni, bir dəstə Vəhabi də mənə xoşa gəlməz sözlər deyir, Şiə like edir. Şiə nalayiq söz deyir, Vəhabi like edir. Bax, bu uğurdur. İkincisi, belə deyirlər ki, Vəhabilər səni tərifləyirsə, deməli səhvsən. Belə söz deyənlər. Vəhabilər Peyğəmbəri qəbul edirlər. İndi mən onu inkar etməliyəm. Sən gir onların səhifələrini, gör nə qədər məddahlarını, ruhanilərini məsxərə edirlər. Bir dəfə o ruhaniyə, məddaha demisənmi ki, ağa, bu nə danışıqdır? Niyə bizi gülüş obyektinə çevirirsən? Xeyr, çünki qapına 2 nəfəri göndərəcəklər. Səni söhbətə çağıracaqlar. Çəkinirsən. Mən isə fikir azadlığı yaradıram. Məni söyən də, təhqir edən də, təqdir edən də amanda olduğu üçün sərbəstdir. Bu üsulu mən Həzrət Əli əleyhissalamdan öyrənmişəm. Beşinci, mən Bina-i Qədimdən bütün videolarımda, bütün rəyləri qeyd etməyə çalışmışam. Bir mövzuda 5 rəy varsa, 5-ini də qeyd edirəm. Qoy izləyici özü seçsin. Lakin sən yalan danışırsan və bir rəy təqdim edirsən, səninlə razı olmayan rəyləri isə gizlədirsən və elmi xəyanət edirsən. Sənə baxan da elə bilir ki, gətirdiyin məsələdə bütün şiələr ittifaq ediblər. Yalandır. Sən bu məsələdə böyük alimlərin, təhqiqatçıların rəyini örtbasdır edib gizlədirsən ki, nə var, düz çıxasan. Fərid filan şey qəbul edir, Fərid filan şeyi rədd edir. Niyə görə demirsiniz ki, Fərid böyük ağsaqqal alimlərin rəylərini deyir? Niyə onu Fəridin öz fikri kimi cəmaata təqdim edirsiniz? Niyə demirsiniz ki, o böyük, möhkəm təhqiqatçıların sözünü deyir? Yaxud deyəsiniz ki, bu da var, bu da var. Bunun dəlilləri budur, bunun da dəlilləri budur. Əziz izləyici, sən də bax, hansının dəlillərini güclü hesab edirsənsə, yol sənindir. Altıncı, mənimlə mərhum Hacı Şahinin fotosunu yanaşı qoymaq çox əxlaqsız bir manipulyasiyadır. Bununla cəmaat arasında Hacı belə deyibsə, bu kimdir demək istəyirlər. Yəni, məni mərhum Hacının auditoriyasına hədəf edirlər. Tamam, indi gəl belə edək. Hacını qatma bu işə. Sevdiyim bir din xadiminin fotosunu qoy bura, mən də Şeyx Müfidin adını qoyum, yaxud Əllamə Məclisinin adını qoyum. Görüm nəticə necə olacaq? Mən sizdən nə qorxuram, nə çəkinirəm. Mən nə danışıramsa istinad edirəm. Maşallah da bunu görənlər görür, dəlil gətirirəm və özümdən sonra da bunu gənc nəsilə miras qoymağa çalışıram. Bu metodu özünüzdən sonra xəbis bir iftira ənənəsi qoymayın. Əhzab 39-da oxuyuruq. Onlar Allahın risalətini təbliğ edir, ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurlar. Allah özü haqq hesab çəkməyə kifayətdir. Bir də bəzi insanlar var ki, bu məsələdə seyirci olurlar, müşahidə edirlər. Özlərini bulamaq, kütlə ilə üz-üzə gəlmək istəmirlər. Əzizlərim, unutmayın bu ayəni. Tövbə 9-da oxuyuruq. Məyər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.